Salam, 9-cu sinif 10-cu sınav imtahanı ilə davam edirik. Əvvəlcə listening qulası. Listen to the passage and answer the questions from 1 to 4. Books, weekly tests, and monthly assessments before final exams. This is a picture of a typical school. But some schools are much more different than we would expect. It's hard to forget one's school days. Most schools are more or less the same regarding teaching methods, books, tests, final exams, and grades for students to advance to the next level. The West Philadelphia School of the Future doesn't require students to have books. Instead, the students use computers. Each class has computerized smart boards instead of traditional dry erase boards. The school was opened in 2006. The students and teachers faced challenges soon after the school opened. The students were not technically ready to jump into the deep end of going digital. The teachers also had problems with incorporating designed level of technology. The school is running successfully, and the students score high marks in math and reading. The school begins at 9 a.m. and ends at 4 p.m. like a normal work day instead of a typical school day. Sorulara baxaq. Choose the correct answer to the question according to the passage. What's the main features of a typical school? Tipik məktəbin xüsusiyyətlərini soruşur bizdən. A typical school is open from 9 a.m. to 4 p.m. Xeyr, tipik məktəb 9-dan 4-ə kimi açıq olmur. There must be computer, smartphones and books in a typical school. Məktəbdə kompüter olmaya da bilər, ağıllı lövhələr olmaya da bilər. Ona görə bir bənd dəstləyirik. Books, dry erase boards, texts, final exams are features of a traditional school. Bəli, ənənəvi məktəbin lazım olan xüsusiyyətləri, kitablar, asan silinən lövhələr, testlər və final sonda olan imtahanlardır. Diye baxırıq. The students at a typical school study from morning till evening. Səhərdən axşama kimi tipik məktəblərdə dərs keçirilmir. Only teachers have got computers at a typical school. Tipik məktəblərdə yalnız müəllimin kompüteri olur. Xeyr. Niyə ki, şagirdin də ola bilər. İkinci suala baxırıq. Complete the sentence according to the passage. The school of the future. Gələcəyin məktəbi. Doesn't require books. Bəli, kitab tələb etməyəcək. Provide students with computers, kompüterlərlə tələbələri təmin edəcək. Test students every week, hər həftə test ediləcək deyə bir şey yoxdur. Has been open for 20 years. 20 il bundan əvvəl açılıb. Xeyr, cavabımız 1, 2, i bəndi. Yazaq. Keçirik digər sualımıza. What's the passage mainly about? Mətn nə haqqında idi? Change at a non-typical school. Bəli, məktəbin tipik olmayan məktəbin challenge'ları, yəni yarışları. Cavabımız A bəndə. Unusual schools deyil, qeyri-adi məktəblər deyil. The teaching methods deyil, öyrətmə metodları. Education at typical schools, tipik məktəblərdə təhsil. A school without books. Xeyr. 4-cü sualımıza baxırıq. True or false? The students get high points at a non-typical school. Tələbələr tipik olmayan məktəbdə yüksək ballar alacaq, yüksək qiymətlər alacaq. Bəli, düzgündür. İkinci suala baxırıq. At first, the students and teachers face challenges at school. İlk olaraq müəllimlər və tələbələr bu yarışla üzləşdilər. Bəli, typical school has no final exams. Final examları olmayacaq, yəni son imtahanlar olmayacaq. Bir bəndi səhvdir. The students were able to adapt to new school from the beginning. Uşaqlar əvvəldən yeni məktəbə öyrəşəcəklər. Adapt uyğunlaşacaqlar. To new school, yeni məktəbə. Xeyr, səhvdir. Short textlərə baxaq. 5-ci sualımız. Dear Mary, salam Mary. Thank you for your valuable assistance with the project. Proyektlə dəyərli köməyin üçün təşəkkür. She was great help to me. O mənim üçün çox böyük kömək idi. My project was accepted successful. Mənim proyektim uğurla
Qəbul edildi. You are the person whom I will always trust. Sən mənim inandığım insansan. Sincerely yours, Jane. Səmimiyyətlə sənin Jane'in. Mary wanted Jane to help her. Mary Jane'dən kömək istəyirdi. Xeyr, artıq ondan kömək almışdı. Jane is grateful to Mary for her help. Bəli, o kömək üçün ona təşəkkür edirdi. Minnətdar idi. Jane's project was rejected. Reject imtinadır. Jane'in proyekti imtina olundu. Xeyr, Jane wasn't certain of Mary's help. Mary'nin köməyindən razı değildi. Xeyr, Jane never values Mary's help. Heç vaxt Mary'nin köməyini dəyərləndirmir, səhvdir. 6-cı suala baxırıq. Good morning, Jack. Salam, Jack. My train is approaching the station. I'm safe and sound. Safe and sound sözü yanınıza saxlayın. Bu birləşmədir. Sağ-salamat deməkdir. Mən sağ-salamatam. I'll wait for you in the waiting room. Mən səni gözləmə otağında gözləyirəm. I have very little luggage, just 2 bags. Your sincerely, Sally. Mənim çox yüngül yüküm var. Sadəcə olaraq 2 çantadır. Səmimiyyətlə, Sally. Sally informs Jack about her arrival. Bəli, Sally onu Jack'i çatdığı üçün məlumatlandırırdı. Sally has a lot of baggage. Sally'nin çox yükü vardı. Xeyr, Jack will see Sally off. Jack Sally'ni yola salacaq. See off yola salmaqdır. Xeyr. Sally tells Jack about her traveling. Sally Jack'a öz səyahəti haqqında deyir. Sally will wait for Jack at home. Sally Jack'i evdə gözləyəcək. Xeyr. 7-ci suala baxırıq. Dear sir, salam cənab, əziz cənab. I read your advertisement on laptops. Mən sizin elanınızı laptopda, kompüter, notebookda oxudum. I'm interested in one of the laptops. Mən I read your advertisement. Mən sizin notebook haqqında olan elanınızı oxudum. I'm interested in one of the laptops. Mən bu laptopların biri ilə maraqlanıram. Interested in-lə işlənir. Baxın, yadınızda saxlayın, imtihana düşə bilər. I will appreciate your sending me the price list of all laptops. Mən sizin bütün qiymətləri, notebookların qiymətini mənə göndərdiyiniz üçün sizə təşəkkür edirəm. Kate is going to buy all laptops. Kate bütün laptopları alacaq. Xeyr. Kate wants to advertise a laptop. Notebook reklam etmək istəyir, elan etmək istəyir. Xeyr. Kate is interested in the price of all laptops. Bütün laptopların qiymətini öyrənmək istəyir. Cavabımız C bəndi. Kate wants all laptops to be sent to her. Hamısını özünə göndərmək istəmir. All laptops have been sent to Kate. Bütün laptoplar Kate'e göndərildi. Xeyr. Mətninizə baxaq. Travel. Travel is the movement of people between distant geographical locations. Səyahət insanların uzaq coğrafi yerlərə arasında olan hərəkətidir. Travel can be done by bicycle, automobile, train, boat, bus, airplane, ship or other means, on foot, ways or without luggage, and can be one way or a round trip. Səyahət velosipedlə, avtomobillə, qatarla, qayıqla, avtobusla, airplane, təyyarə ilə, gəmi ilə və yaxud da piyada, yüklü, yüksüz, qısa bir səyahətdir. Bir yollu və yaxud da dairəvi bir səyahətdir. Traveling by plane is the quickest and most comfortable way to get across a country. Təyyarə ilə səyahət etmək ən asan və ən rahat yoldur. Cars, trains, boats and bikes are all common ways of getting from one place to another. Maşınlar, qatarlar, qayıqlar, velosipedlər də bir yerdən digər yerə getmək üçün ümumi yollardır. But some countries also have their own unique ways of traveling. Ancaq bəzi ölkələrin özlərinə məxsus səyahət nəyi var? Səyahət növləri var. These means of transport are often connected to a country's history and geography. Bu nəqliyyat növləri ölkənin tarixi və coğrafiyası ilə əlaqəlidir. Traveling is important in life because it allows us to explore new places and cultures, learn new things and make connections with people from all over the world. Səyahət həyatda çox vacibdir. O bizə yeni yerləri kəşf etməyə, mədəniyyətləri kəşf etməyə, yeni şeyləri öyrənməyə və dünyadakı insanlarla əlaqə qurmağa kömək edir.
It can also be a source of inspirations and motivations, helping us to grow and develop our skills and knowledge. O bizə həm də ruhlandırır, motivasiya verir və bizim bilik və bacarıqlarımızın inkişafına kömək edir. Traveling allows us to experience new cultures, customs and traditions that are different from our town. Səyahət də yeni mədəniyyətləri, adət-ənənələri təcrübədən keçirmək üçün öz şəhərimizdən fərqli mədəniyyətləri, adət-ənənələri təcrübədən keçməyə bizə icazə verir allows. This helps us appreciate and understand the diversity of the world. Bu bizə dünyanın fərqliliyini qiymətləndirməyə və başa düşməyə kömək edir. The benefits of traveling are endless. Səyahətin xeyirləri sonsuzdur. Meeting people, seeing the natural landscape, visiting local architecture can make any traveling interesting. Yeni insanlarla görüşmək, təbiət mənzərələrini görmək, yerli arxitekturanı ziyarət etmək bütün səyahətləri maraqlı edə bilər. Finally, traveling creates memories and experiences that can last a lifetime. Sonda səyahət yaddaşları və təcrübələri ömürlük edir. Choose a false statement according to the passage. Səhv olan seçirik. If you travel a lot, you have too many memories. Çox səyahət etsiniz, əlbəttə ki, sizin çoxlu memories, xatirələriniz olar. Traveling allows us to see various cultures and people. Bizə müxtəlif mədəniyyətləri və insanları tanımağa kömək edir, icazə verir. We can increase our knowledge by traveling. Biz səyahətlə bilgimizi artıra bilərik. There are hardly any adventures of traveling. Bəli, cavab D-bəndidir, səhv istəyir bizdən. Baxın, hardly var, inkarlıq bildirdiyi üçün eyni işlənir. Buna diqqətli olun. Motivation is one of the features of traveling. Motivasiya səyahətin xüsusiyyətlərindən biridir. What's the passage mainly about? Mətn haqqında idi. Beneficial features of joining. Bəli, səyahətin xeyirli tərəflərindən söhbət gedir. Memories about traveling. Yox. Spending much money on traveling. Yox. Çox pul xərcləmək. Comfort of traveling by plane. Təyyarə ilə səyahətin komfortu. Exploring new cultures. Yeni mədəniyyətləri aşkar etmək. Xeyr. 10-cu suala baxırıq. What means of transport are common for traveling? Hansı nəqliyyat növləri daha ümumidir? Əlbəttə ki, cars, buses and trains. Cavab B-bəndir. 11-ə baxırıq. Travel makes our life interesting because səyahət bizim həyatımızı maraqlı edir. Çünki it helps us to see new cultures. Bəli, yeni mədəniyyətlər görməyə kömək edir. Waste money yox. Pulu boş yerə xərcləmək deyil. While traveling we experience the same culture. Eyni mədəniyyətlər yox, müxtəlif mədəniyyətləri təcrübədən keçirik. You have a lot to remember. Bəli, sənin yadında qalacaq çox şeyin ola bilər. 12-yə baxırıq. Which statements are true according to the passage? Hansı statementlar doğrudur? The airplane is the most comfortable transport. Bəli. Rahat transportdur, təyyarə. All countries have the same means of eyni deyil, different olmalıdır. Automobiles and buses are the most important means of transport. Xeyr, təkcə avtomobil və baslar, avtobuslar deyil. Traveling motivates us to improve our skills and knowledge. Bəli, cavabımız 1 və 4. 13-ə baxırıq. Make up sentence, cümlə qurmaq. Baxaq, nə ilə başlayaq? Most boys are keen on playing football. Oğlanların çoxu futbol oynamağa xoşlayırlar. Baxın, keen on sözünə diqqət yetirin. Keen sözü onunla işlənir və imtahana düşə bilər. 14-cü suala baxırıq. Choose the correct pairs of synonyms. Düzgün sinonimlər istəyir. Attempt, go, bəli, getmək. Shout, cry, bəli. Prove, feel yox. Forget, remember yox. Cavabımız eyfəndir. 15-ə baxırıq. Choose the correct pairs of antonyms. Düzgün antonimlər istəyir. Freeze, melt, bəli. Combine, divide, bəli. 1, 2, to keep a promise, to break a promise və 1, 2, 4, 5 cavabımız bir bəndi.
16-ya baxırıq. Disaster, adventure, gale. Disaster, an event causing great harm, fəlakət deməkdir. Bir. İkincidə adventure, unusual and exciting experience, bəli, macəra deməkdir. Gale isə şiddətli külək. 3A, B, C, A, bəli, I bəndindədir. 17-yə baxırıq. Irrelevant, uyğun olmayan deməkdir. Deməli. Not connected with, 1A. Messy, dağınıq, untidy, dirty, bəli. 3D is amazing, very surprising, çox həyəcanlandırıcı, bəli, burada cavabımız I bəndidir. 18-ə baxırıq. Cümlə qurmaqdır yenidən. Forest is, forestlə başlayaq. Forest, basing, üstünü örtmüşəm deyə görə bilmirəm. Burada bir dənə I yazaq. Forest basing is good for children. Bəli, cümləmiz belə olacaq. C bəndi. Davam edək. 19. When there is no rain, it causes, yağış olmayanda nə olur? Floods. Yağış olmayanda daşqınlara gətirib çıxara bilər. 20-ci suala baxırıq. Yox, yağış olmayanda niyə daşqın olsun ki? Drought, quraqlıq ola bilər. 20-yə baxırıq. Make up a sentence. Cümlə qurmaqdır. All natural disasters cause some trauma. Bəli, çox fəlakətlər travmalara gətirib çıxara bilər. Luckily all neighboring countries, luckily nə deməkdir? Xoşbəxtlikdən. Xoşbəxtlikdən bütün qonşu ölkələr offered their help after the earthquake and recommend. Bəli, cavabımız bəli. Xoşbəxtlikdən, zəlzələdən sonra bütün ölkələr öz köməklərini recommend, offer, təklif etdilər. 22-ci suala baxırıq. Yenə də cümlə qurmaq. Eating fruits and vegetables makes a man healthy. Bəli, meyvə və tərəvəz yemək insanı sağlam edir. Choose a correct synonym. Delicious, dadlıdır. Dadının sinonimi əlbəttə ki, tasty. Burada da qeyd edirik cavabları. 24-ə baxırıq. Yenə də cümlə qurmaqdır. Are, niyə are? Sual cümləsidir. No, the apples from Cuba. The apples from Cuba. No, are fresh from Cuba. No. Just a minute, bir dəqiqə. Devam edək. Are the apples from Cuba fresh and juicy? Cavabımız bir bəndi. Qubadan olan meyvələr təmiz və şirəlidirmi? Sual verir. 25-ci suala baxırıq. Antonim sir, punish, award, bəli, birinci cəzalandırmaq, mükafatlandırmaq. Construct, destroy, tikmək, dağıtmaq. To be fond of, dislike, xoşlamaq və xoşlamamaq. Drop, fall deyil, dreamwish deyil, sinonimdir, circle, acceptable, bunlar hamısı sinonim. Belə. İnşallah gələn dərslərdə görüşərik. Kanalımıza abunə olub, like etməyi unutmayın. Hələlik.